Baxın, üstündə bu qədər pulla çölə çıxmışam. Yenə bir səhər, yenə də təyyarədəyəm. Uşaqlar, belə bir şey var. Görürsünüz, böyük bir sahədir və işıq sahəsidir. Görün bu nədir belə? Belə bir şey aldım. Səhv eləmirəmsə kababı deyirlər. Hansı ki soğutma yumurta ilə, soğutma kartoşka var. Bir də belə bir içəcəyim var. Toplamda buna verdiyim pul 1 manat idi. Almanın kilo oldu 5 cümə. Hanımlar və bəylər, 5 manata belə bir eynək aldım. Və belə bir küçədəyim. Bu da Təbrizin ara küçələridir. Biraz Türkiyədə bənzəyir. Gələndə gördüm ki, bizim Azərbaycanlılar dans eləyir. Hətta balaca balalarımız var. Dedim onu da göstərim sizə. İran Azərbaycanlılarının bu qədər qonaqpərvər olduğunu bilmirdim. Kimdən nə soruşursan, canla, başla başa salır. Yeməyə dəvət edir, sağlam ol da. Yeməyə dəvət eləyir. Vay, dəhşətdirlər Qurana. Elə mehriban cavab verirlər. Qəti aqressiya yoxdur. Balaca bir bazar gəzintisinə çıxmışam. Hava inanılmaz dərəcəsində soyuqdur. Hansı ki, işte qiymətlər, daha doğrusu benzinin qiyməti 15-20 qəpik kimi bir şeydir. Maşın rentakarlarının qiyməti 25-30-40 manatdır günlüyü. Cəzalar isə, cərmələr isə 5 manat, 6 manat radar cəzalarıdır. Bu sizə ucuz gələ bilər, aşağı gələ bilər uşaqlar, amma əksinə burada çox yüksək məbləğlərdir bunlar. 5-6 manatlar. 10 manata məsəl üçün sən burada həqiqətən kef eləyə bilərsən, belə fikirləş. 530 il əvvəl tikilmiş göy məscidə gəlmişəm. Gördüyünüz bu məscid tam-tamına 25 ilə tikilibdir. Mən indi danışanda qıraqdan öz səsimi eşidirəm. O tərəflərdən öz səsim mənə gəlir. Uşaqlar, İrandayam, oteldəyəm. Hansı ki bu otelə 22 manat pul vermişəm. Yəni 1.500.000 səhv etmirəmsə. Burada isə milyoner olduğumun sübutu. Əlimdə 25 milyon pul var.